Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Az əvvəl keçirilən təqdimat tədbiri çərçivəsində Samsung flaqman Galaxy ailəsinin yeni nümayəndələrini təqdim etdi. Söhbət Galaxy S26, S26 Plus və seriyanın ən premium üzvü olan S26 Ultra'dan gedir. Təbii, hər il olduğu kimi cihazlar təqdim olunar-olmaz bu smartfonlarda olan əsas dəyişimlər barəsində sizə geniş və tam tərəfsiz məlumat verəcəm. Elə bu məqsədlə ilk olaraq S26 Ultra'dan başlamaq istəyirəm. Olan yenilikləri ayrıca başlıqlar altında toparlamışam. Əslində təqdimatı iki hissəyə bölmək olar. Birinci istiqamət cihazda olan texniki dəyişimlər, ikinci istiqamət isə yeni Galaxy AI, yəni süni intellekt imkanlarıdır. Mən də icmalı ilə iki istiqamətdə aparmaq istəyirəm. Odur ki, gəlin ilk olaraq cihazda olan texniki yenilənmələrdən başlayım. Bu il Galaxy S26 Ultra'da olan əsas dəyişimlərdən birincisi ekranda olan Privacy Display texnologiyasıdır. Bu texnologiya əslində bizə yaxşı tanışdır. Adətən bunu əlavə qoruyucu şüşələr vasitəsilə eləyirlər ki, kənardan ekrana baxanda başqaları ekranda olan məlumatları görməsin. İndi təsəvvür edin ki, Samsung bunu əlavə qoruyucu şüşəyə ehtiyac olmadan etmə imkanını yaradıbdır. İstədiyiniz anda Privacy Display-i aktiv eləyin və kənardan məlumatlarınız görünməsin və ya həmin funksionallığın sazlamalarından təyin eləyin ki, ekranda şifrə yığanda, yalnız WhatsApp-a daxil olanda və ya bildirişlər gələndə ekran avtomatik olaraq kənardan baxanlar üçün tam qaralsın. Mən düşünürəm ki, sırf bu imkan metroda gözü başqasının telefonunda olanlar üçün çox pis bir xəbərdir. Sözün açığı Samsungun bu istiqamətdə bu il ciddi bir innovasiya etdiyini deyə bilərəm. Mən şəxsən çox bəyəndim və çox faydalı bir funksionallıqdır. İkinci, çox ciddi və önəmli bir dəyişim məhz batareyanın sürətli enerji yığma dəyərindədir. Nəhayət ki, Samsung öz istifadəçiləri üçün sırf Ultra modelində bu il 60 watt naqilli və 25 watt naqilsiz enerji yığma dəstəyini gətirdi. Doğrudur, batareya həcmi dəyişməz olaraq qalır, yenə 5000 mAh, lakin bu dəfə sürətli enerji yığma dəstəyi ilə smartfon 30 dəqiqə 81% enerji əldə edə bilir. Bu göstərici naqilsiz enerji yığma tərəfində 25 wattla 30 dəqiqə ərzində 48%-ə bərabərdir. Digər modellərə gəldikdə isə sürətli enerji yığma dəyərində dəyişim olmasa da, yalnız sadə S26 modelinin batareyasında 300 mAh-lıq bir artım var. Yəni cihaz artıq 4300 mAh-lıq göstəriciyə və ötənki modellə eyni watt dəyərinə sahibdir. Yəni 25 watt. Plus modelində isə hansısa dəyişim yoxdur. 4900 mAh-lıq batareya elə 45 wattla enerji qəbul edə bilir. Üçüncü önəmli yenilik cüzi də olsa dizayn və ölçü dəyişimləridir. Bu il Ultra keçən ilki sələfindən daha incə və daha yüngüldür. Kameralar flaqman Z seriyasında olduğu kimi bir blok daxilinə yığılıbdır. Flaqman rəngi isə təbiətdən ilham alınmış kobalt bənövşəyi rəngidir. Çox premium və soyuq görüntüsü var. Əlavə olaraq ağ, qara və səma mavisi rəngləri hər bir model üçün ayrılıqda satışda olacaq. Bu sadaladıqlarımdan başqa S seriyasında bu il köklü bir dizayn dəyişikliyi olmayıbdır. Bu da açığı başa düşüləndir. Çünki Samsung uzun müddətli modellərini eyni dizaynda saxlamaqla brend kimliyi və görünümünü qoruyur və bir növ Çin smartfonları və ya Çin maşınları kimi hər il dizayn dəyişib ötənki modellərin aktuallığını itirmir. İnsanda göz vərdişi yaradır ki, artıq istifadəçilər bu dizaynı görəndə Samsung olduğunu anlasınlar. Yeniliklərlə davam edək. Texniki hissədə 3 önəmli dəyişim var. Təbii ki, bunlardan birincisi CPU tərəfindədir. S26 Ultra Galaxy seriyası üçün xüsusi olaraq dizayn olunmuş Snapdragon Elite Gen 5 for Galaxy çipindən güc alır. For Galaxy hissəsi eyni çipin başqa brendlərin cihazlarındakı Gen 5-dən fərqli olaraq xüsusi şəkildə bu seriya üçün işləndiyini göstərmək üçün qeyd olunubdur. Bunun sayəsində ötənki modellə müqayisədə CPU-da 17%, qrafik tərəfdə 19%, süni intellektli işlərin emalı üçün güc mərkəzi sayılan NPU-da isə 40%lik bir performans artışı var. Bu həqiqətən ciddi bir nəticədir. Bunun paralelində Samsung Snapdragon-dan fərqli olaraq 3 yox, dünyanın ilk 2 nanometrlik arxitektura memarlığına sahib olan özünün yeni Exynos 2600 çipini yeni Galaxy S26 Plus və sadə modelə verəcək. Təbii ki, regiona görə bu dəyişir. Bəzi regionda Plus və sadə modellər Snapdragon-dan, bəzi regionlarda isə Exynos-la təqdim olunacaq. Texniki hissədə daha 2 yenilənmə var. Bu il Ultra modeli ilk dəfə olaraq DDR5 tipli 16 GB-lıq RAM yaddaşına sahib olan xüsusi versiyaya sahib olacaq. Təbii ki, bu əlavə seçim kimi bazara çıxarılır. Standart modellər isə keçən olduğu kimi 12 GB-lıq operativ yaddaş təklif eləyəcəklər. Daha bir dəyişimdə soyutma, yəni buxar kamerasındadır. İndi Samsung bu örtüyü istiliyi daha optimal şəkildə paylayacaq formada yenidən dizayn eləyibdir. Bu da sözsüz ki, ağır işlərdə həm Snapdragon-un, həm də Exynos-un qızmasından dolayı yaranan istiliyi gövdəyə daha yaxşı paylayıb soyutmanı
daha tez təmin eləyəcək. Kamera tərəfində olan yeniliklərlə davam eləyək. Bu il Samsungun əsas kamera şüarı daha işıqlı görüntülər idi. Bu da təsadüfi deyil, çünki megapiksel tərəfində hansısa bir dəyişim yoxdur. Brend sadəcə ultra modelində 2 kameranın diafram dəyəri ilə oynayıbdı. Belə ki, ana kamerada işığı udma bacarığı daha da yaxşılaşdırılaraq f1.7-dən f1.4-ə salınıbdı. Eyni qaydada 5 qat optik yaxınlaşdırmanı təmin edən lensdə bu dəyər f3.4-dən 2.9-a endirilibdi. Bu iki dəyişimin sayəsində həm ana kamera, həm də telefoto kamerası daha yaxşı işıqlandırılmış piksellərlə görüntü emal eləyə bilir. Müqayisəli baxanda bu fotolardan aydın hiss eləmək olur, xüsusən də gecə çəkilişləri zamanı. Və təsadüfi deyil ki, yeni prosesoru və işığı yaxşı qəbul edən ana kamerası sayəsində S26 Ultra möhtəşəm gecə videoları çəkir. Gecə fotoları yox ha, gecə videolarından söhbət gedir. Yəni CPU, kamera və AI sayəsində gecə kadrlarında olan o şumları aradan qaldırır və ISO dəyəri ilə yox, sırf matrissanın yaxşı işıq qəbul etməsi sayəsində təmiz video görüntülər emal eləyir. Bax, bu gecə videosu məsələsi S26 Ultra'da olan əsas dəyişimlərdən biridir. Digər modellər Plus və sadə modelə gəldikdə isə həmin cihazlarda ötənki qardaşları ilə müqayisədə texniki bir dəyişim qeydə alınmayıbdı. Sadəcə prosesor dəyişdiyindən eyni kamera ilə daha yaxşı görüntülər emal oluna bilər. Ön kameralar heç bir cihazda dəyişməyibdi, lakin eyni dəyərlərdə olsalar da Samsung ICP, yəni fotonun emalı məsələsində həm proqram təminatı, həm prosesor tərəfində dəyişiklik eləyibdi. Yəni indi selfilərdə olan qaş və saçların detalları, eyni zamanda dərinin tonları, üzün detalları saxta gözəllik effekti yaratmadan daha yaxşı, real görüntüyə yaxın formada emal olunur. Ən önəmli və məni təəccübləndirən yenilənmə isə arxa kamera ilə super sabit videolar çəkən zaman üfüq xəttinin sabitlənməsi imkanı oldu. Bu çox maraqlı bir funksionallıqdır. Siz kameranı əysəz belə, kamera görüntünü stabil, üfüq xətti boyunca saxlayır. Bir növ gimballarda olan funksiya kimi düşünə bilərsiniz. OIS ilə qarışdırmayın. Bu sabitlənmə yox, üfüq xəttini düz saxlamaqdır. Xüsusən də xizək, qaçış və aktiv hərəkət tələb edən idman növlərində çəkimlər üçün nəzərdə tutulubdu və çox stabil çalışır. Bütün bu sadaladıqlarım işin texnik tərəfində olan dəyişimlər idi. İndi süni intellekt və proqram təminatı səviyyəsində olan imkanlardan da danışa bilərik. Çünki təqdimatın elə böyük hissəsini Samsung Galaxy AI üçün ayırmışdı. İlk gələn yenilik də ötənki Navbar və Nabrief'in davamçısı Nav-Nudge imkanıdır. Bu xüsusiyyət əslində Samsungun agent əsaslı süni intellekt modelinin tamamlayıcı hissəsidir. Deyək ki, dostunuz mesajda sizdən ona məkan məlumatı göndərməyi tələb edirsə, bu xüsusiyyət avtomatik kontekstə uyğun olaraq sizə location göndərməyi təklif edir. Yaxud hansısa görüşdən, tədbirdən söhbət eləyirsinizsə, onu təqvimə əlavə etmək təklif olunur. Qısacası, mövzuya uyğun agentik davranışlar eləyərək işinizi asanlaşdırır. Başqa bir yenilənmə Google'un Circle to Search Galaxy AI'da ən çox istifadə olunan AI imkanında olubdu. İndi bu funksionallıq görüntünün detallarını ayıra bilir. Məsələn, kiminsə əynində xoşunuza gələn geyimlər varsa, sadəcə ekranı dairəyə almaq kifayət eləyir ki, Circle to Search hər paltarı ayrılıqda element kimi ayırıb internetdə onunla bağlı axtarış etməyə imkan yaratsın. Bu əsasən onlayn shopping eləyənlərin işini asanlaşdıracaq önəmli yeniliklərdən biridir. Üçüncü xüsusiyyət Gemini-yə əlavə olunan tətbiq bağlantılardır. İndi Gemini Samsungun daxili və Google tətbiqləri ilə yanaşı Uber, Lyft, DoorDash kimi əlavələrə də giriş imkanı əldə edibdir. Nümunə üçün belə deyə bilərəm, əgər sizə yemək sifarişi, taksi sifarişi lazımdırsa, bunu sadəcə süni intellektdə deyirsiniz, o da avtomatik tətbiqə daxil olub sifarişi həyata keçirir. Növbəti və mənə görə ən əhəmiyyətli dəyişim ana ekrana əlavə olunmuş Finder imkanıdır. Süni intellekt dəstəklidir. Bu ötən il sazlamalar bölməsində olan axtarış imkanının daha da genişləndirilmiş variantıdır. Yəni Finder smartfonun daxilində sizə lazım olan bir detalı açar söz formasında yazmaqla onu tapmağa fürsət yaradır. Sırf bu imkan tətbiqin bildirişlərini, daxili tətbiqləri, mail və əlavələri analiz eləyərək sizə lazım olan məzmunu, səyahət tarixçəsini, planı və proqramları tapmağa imkan yaradır. Yəni belə düşünə bilərsiniz, əvvəllər Finderdə biz ancaq tətbiqlərin adını axtarırdıqsa, indi bu süni intellekt dəstəyi qazanaraq tətbiqin daxilini də analiz eləyə bilir. Daha bir möhtəşəm AI imkanı Foto Assist-lə bağlıdır. Artıq foto redaktə zamanı fotolarda olan düzəlişləri sadəcə bir sətir yazı ilə icra eləyə bilərik. Məsələn,
Görüntüdən bu hissəni sil, bu elementi əlavə et və yenidən yarat. Yəni prompt əsaslı fotoredaktə imkanı hansısa texniki əməliyyat etmədən sadəcə istədiyini yazmaqla fotoya düzəliş etmə imkanı verir. Bu mənə görə ən mükəmməl AI yenilənmələrindən biri olubdu və olduqca mükəmməl çalışır. Yekun olaraq bu il yeni əsas fokus süni intellekt həllərindədir. Google-la birlikdə Samsung bazarda bu mövzuda artıq lider brendlərdən biridir və Samsung istifadəçiləri aktiv şəkildə AI imkanlarından faydalanırlar. Ümumi olaraq toparladıqda yeni kamera bloku, daha incə və daha yüngül dizayn, yeni rənglər, privacy ekran, işıqlı kameralar, yeni prosesor və daha sürətli, naqilli və naqilsiz enerji doldurma S26 Ultra'nın top dəyişimləridir. Müqayisəli baxanda S26 və S26 Plus-da daha az dəyişim olubdu. İndi sadə model daha böyük ekrana, daha böyük batareya həcminə, yeni prosesora və yeni kamera blokuna sahibdir. Plus modelində isə əsas dəyişim kameranın görünümü və CPU tərəfindədir. Yüksək sürətli şarj, daha işıqlı kamera, privacy ekran kimi özəl yeniliklər yalnız Ultra modelinə verilib. Dostlar, son söz isə sizdədir. Bəs siz bu il Samsungun etdiyi yenilikləri bəyəndinizmi? Bu xüsusiyyətlər sizi qane etdimi? Smartfonlarla bağlı ayrıca icmallar təqdim edəcəm. Bu bütün dünya ilə eyni anda Azərbaycan dilində ilkin dəyərləndirmə videosuydu. Rəy bölməsində mütləq fikirlərinizi bölüşün və əgər videonu bəyəndinizsə dostlarınızla bölüşməyi unutmayın, xüsusən də Samsung fanatları ilə.